Salam. CV üzrə bərabər sürətli hərəkət mövzusunda ətraflı yazı tələb olunan tapşırıqlara baxaq. Sual 1. Bizə radiusu, yəni bərabər sürətli uzunluğu 2 metr olan radius vektor. Çox vaxtı uşaqlar bu uzunluğu görərkən bunu çevrənin uzunluğuyla qarışdırır. Yəni radius vektorun uzunluğudur. Yəni bu R-dir. R-imiz 2 metrdir. Mərkəz qaçma təcili A-dır. A bərabərdir sual. Buradan omeganı tapırıq. Omega bərabərdir fi bölünsün T. 4 bölü 2 bərabərdir 2. A bərabərdir omega kvadratı R-lə gedirik. Omegamız 2 idi. 2'nin kvadratı 4. R'imiz də 2 idi. 4 bölü 2 bərabər 8. Cavab 8 metr bölü saniyə kvadratı. Bucaq sürətinin zaman asılı qrafikini çəkin. Demək, omeganı tapırıq. Omega bərabərdir fi bölü T. 8 radian bölək 2 4 saniyə. Bölək 4 saniyə. Bərabərdir 2 radian bölək saniyə. Və omega bildiyimiz kimi sabit olur. Yəni omega radian bölək saniyə. T isə saniyə şəklində verilib. Saniyə şəklində verilib və omega sabit olur və 2'dir. Sabit olaraq 2. O nöqtəsindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsindən bucaq sürətin xətti sürət və mərkəzləşmə tərzi cədvəldə verilmişdir. B nöqtəsində üçün bu kəmiyyətlər ifadələri müəyyən edin. Deməli, A nöqtəsində omega və A. O nöqtəsindən keçən ox ətrafında fırlanan diskin A nöqtəsində bucaq sürət xətti sürət və mərkəzləşmə tərzi cədvəldə verilmişdir. Burada indi qiymət şəklində verilmir. Omega və A. Deməli, B nöqtəsində də omega olacaq. Omega dəyişməyəcək. V'miz 2V olacaq. B nöqtəsində V bölü 2 olacaq. A'mız da A bölü 2 olacaq. Çünki A bərabərdir omega kvadratı R. B də bərabərdir omega R. Yəni radiusdan düz mütənasibdir. 3 olan bizcə omega asılı deyil. Radius 3 olanda, yəni B'nin radiusu 3 idi. A'nın radiusu nə idi? 6 idi. 6 olanda omega V A'dırsa, 3 olanda 2 dəfə azalır. Omega dəyişmir. V ilə A 2 dəfə azalır. Yol idi. 30 dəqiqə bildiyimiz kimi saat dəqiqənin periyodu 60 dəqiqədir. Sərf olunan zaman 30 dəqiqədir. Onda bu yarım periyod yuxarıdan aşağı gəlib A nöqtəsindən B nöqtəsinə gedib. Onda bizim yolumuz L bərabərdir 2 pi R bölü 2. Pi R neçə dəfə böyükdür? R dəyişməmiz R 2 R'dir. S'imiz bərabərdir 2 R'ə. Onda L'in S'ə nisbəti pi R'in 2 R'ə nisbətidir. Bu da pi bölü 2'dir. Bu da 3 bölü 2. 3 bölü 2 şəklində yazılır. Bu da 1/5. Cavab 1/5'dir. V dəqiqə bölək V saat. V bərabərdir 2 pi R bölü T'dir. Buna aid test demişik ola bilsin. V R ilə düzdür. T ilə tərsdir. Yəni V dəqiqə bölək V saat bərabərdir R dəqiqə bölək R dəqiqə bölək R saat. Vuraq T saat bölək T dəqiqə. Deyir ki, saat əqəbi dəqiqə əqəbindən 2 dəfə qısadır. Saat əqəbi qısadırsa dəqiqə əqəbi uzundur. O da bu nisbət 2 eləyir. Saat əqəbin periyodu 12 saat, dəqiqə əqəbinki 1 saatdır. 12 saat vuraq 1 saat. Burada cavab 24'dür. 45 dəqiqə ərzində dəqiqə əqəbin uc nöqtəsinin getdiyi yol yer dəyişməsindən neçə dəfə böyükdür. Mən bunun getdiyi yol periyodu 60 dəqiqədir. Sərf olunan zaman 45 dəqiqədir. Buradan gördüyüm kimi T bölü T bərabərdir 4'dən 3 eləyir. Yəni bu 45 dəqiqədə bu vəziyyətə gəlir. Bildiyimiz kimi 12'dən 9'a gəlir dəqiqə əqəbi. Getdiyi yol bütün çevrənin 4'dən 3'üdür. Yəni bunu bu şəkildə yaza bilərik.
2 pi r bölək t vuraq t. 2 vuraq pi'miz 3'dür. 3 vuraq r. Vuraq 45 bölək 60. Yəni 4'də 3 də ola bilər. Bu da 2 ixtisar yesin qalsın 30. 3 ixtisar yesin qalsın 10. Bərabərdir 45. 4 onda 5 r yazaq. 4 onda 5 r. Yer dəyişməmiz isə budur. R. S bərabərdir r kökatda 2. Bunu 9 bölək 2 kökatda 2 şəklində olur. Neçə dəfə böyükdür? Cavab 9 bölək 2 kökatda 2. Bu şəkildə olur. Fırlanan disk üzərində götürülmüş A nöqtəsinin sürəti B nöqtəsinin sürətinin nisbətini tapın. Deməli, A nöqtəsinin sürəti V-dirsə, V sürətlə aşağı gedir. Bu R bölək 2'də. Burada bildiyimiz kimi V bərabər omega R və radiusdan düz mütənasibdir. Deməli, R bölək 2'də bu sürət V-dirsə, onda R'də 2V olacaq və əks tərəf olacaq. Əks tərəf olduğuna görə nisbi sürət toplanır. Yəni 2V plus V bərabər nə? 3V. Cavab 3V'dir. Cavab 3V. 8-ci sual. Uzunluğu 2 metr olan radius vektorun qrafı verilmişdir. Xətti sürətin zamanla asılılıq qrafı. Yenə birinci testdə olduğu kimi birinci omeganı tapırıq. Fi bölək t şəklində 8 radian bölək 4 saniyə 2 radian bölək saniyədir. Bu bizim erimizdir. 2 metr. V bərabərdir omega r'dir. 2 metr vuraq 2 radian bölək saniyə. Radian əlavə vahid olduğu üçün bu testdə atıla bilir. 4 metr bölək saniyə alınır. Və zamandan asılılıq qrafiki V sabitdir. Cavab 4 metr bölək saniyədir. 4 metr bölək saniyə. P-nin 4'də 1'ində onun yer dəyişməsinə görə orta sürətini tapın. Bu tipdə bir dənə test eləmişdi yarım periyod ərzində. Demək, periyodun 4'dən 1'ində bax, belə bir 90 dərəcə dönür. Yol bütün çevrənin 4'dən 1'idir. 2 pi r bölək 4. Bu da pi r bölək 2'dir. Yer dəyişmə isə Pifagor terimindən gedəndə r kvadratı üstələ r kvadratı eləyir 2r kvadratı. S'imiz bərabər r kökatda 2. Və burada xətti sürət yola görədir. Yəni V bərabərdir delta L bölək delta T'dir. V bərabərdir delta L bölək delta T'dir. Bizdə isə yer dəyişməyə görə sürəti soruşur. Onda V'nin V yer dəyişməyə nisbəti elə L'in S-ə nisbətidir. Onda V'miz nə qədərdir? 3'ün V yer dəyişməyə nisbəti pi r bölək 2, pi'nin də 3 verməlidir. 3 r bölək 2'nin r kökatda 2'yə nisbəti. Bunlar ixtisar gedəndən sonra kökatda 2'nin də 1 onda 4 verib. 3 bölək 2 onda 8. Elə V yer dəyişməmiz 2 onda 8 olacaq. 2 tam onda 8. Cavab 2 onda 8'dir. Bu hissələri biraz pozaq. Yəni yola görə sürət, xətti sürət yola görədir. Yer dəyişməyə görə sürət taparkən deməli yer dəyişmənin yola nisbəti yer dəyişməyə görə sürətin xətti sürətə nisbətidir. Test 10. 10-cu testdə O nöqtəsindən keçən ox ətrafında fırlanan diskin üzərindəki məsafə 20 santimetrdir. Bu məsafə nə qədərdir? 20 santimetr. Yəni burada O'dan B'yə kimi R'nin radiusudur. O'dan A'ya kimi A'nın radiusudur. Onda bu da bizdə 20 santimetr. O A ilə O B'nin fərqini verir. Xətti sürətlərin fərqi 0.8-dirsə, yəni VA çıxaq VB.
0.8 ise bizden bucaq sürəti, yəni omeqanı soruşur. V'nin yerine omega yazsaq, omega r a çıxaq, omega r b bərabər 0.8 və omeganın yerine o a o b yazırıq. Bu da yəni omega çıxanda r a çıxaq r b 0.8. Bu radiusların fərqi 0.2'dir. 20 santı 0.2 metrdir. Omega vuraq 0.2 bərabər 0.8. Omegamız eləyir 4. Omega bərabərdir 4. Və 11-ci sual. Disklər üzərində K nöqtəsinin mərkəzə qaçma təcili 2-dirsə, AK bərabərdir 2-dirsə, L və M nöqtələrinin mərkəzə qaçma təcili. Burada gördüyümüz kimi sürətlər sabitdir. Sürət sabit olduğuna görə deməli omega V kvadratı V'lər eynidir. V harda eynidir? L-lə K-da eynidir. Deməli V desək bunun sürətinə radiusda 2R'dir. V kvadratı bölə 2R bərabərdir 2-yə. Onda L'in bu A K'dır. A L bərabərdir V kvadratı bölək R. Buradan V kvadratı R'imiz olacaq 2 vur 2 4. Onda burada AM'imiz bərabər 3V olacaq. 3 dəfə çoxdur məsafə. Burada artıq düz mütənasibdir. 3V R M'imiz də olacaq 3R. Onda AM bərabərdir VM'imiz 3V'dir. 9V 3'ün kvadratı 9. 9V kvadratı bölək 3R. 4 onda 5 V kvadratı bölək 3 V kvadratı bölək R. Deməli V kvadratı bölək R'imiz 4 idisə bu da 12'dir. 2 4 vermişdi, bu da oldu 12. 2'ni vermişdi, biz 4'ten 12'ni tapdıq. Disk bir-biriyle qayışla əlaqələndirilib. Disklər üzərində K nöqtəsinin xətti sürəti 2'dir. VK bərabər 2'dir. VL də 2'dir. VM isə bunun 3 qatı olacaq. Məsafəyə görə olacaq 6. Bizə deyir ki, M nöqtəsinin xətti sürətini tapın. Elə tapdıq, amma bunun izahı necə verilə bilər? İzah belə verilə bilər ki, VL bərabərdir VK-ya. O da bərabərdir 2 metr bölək saniyə. VM'in VL-ə nisbəti bərabər 3R'in R-ə nisbəti bərabər 3. VM bərabər 3VL. 3 bölü 2 bərabərdir 6. Yəni bu şəkildə izah verilə bilər. Bununla da testlər bitdi. Diqqətinizə görə minnətdaram. Ümid edirəm ki, testlərimizin izahı faydalı olar.